Hamınızı salamlayıram. Bilirsiniz, hər ayın sonunda əmək haqqı kartımıza məbləğ köçür. Bəs heç düşünmüsünüzmü ki, o rəqəmi əslində nə müəyyən edir? Bugün biz məhz bu sualın dərinliklərinə inəcəyik və maaşınızın arxasında dayanan, çox vaxt gözə görünməz olan iqtisadi qüvvələri birlikdə aydınlaşdıracağıq. Yaxşı, gəlin başlayaq. Əmək bazarı deyəndə, bu bəlkə də biraz quru və cansıxıcı bir termin kimi səslənə bilər. Amma əslində bu hər birimizin maliyyə həyatını, karyera yolunu formalaşdıran nəhəng, görünməz bir sistemdir. Bəs bu sistem dəqiq olaraq necə işləyir və sizin maaşınız bu böyük mənzərənin harasındadır? Hər şeyi anlamaq üçün gəlin lap təməldən başlayaq. Təsəvvür edin ki, sizin maaşınız əslində bir bazarda müəyyən olunur. Bəli, eyni ilə alma və ya avtomobil alıb satdığımız bazarlar kimi. Sadəcə, bu bazarda satılan məhsul sizin bacarığınız, vaxtınız və əməyinizdir. Baxın, bu çox maraqlı bir məqamdır. Adi bir mağazaya gedəndə şirkətlər satıcı olur, biz isə alıcı. Amma iş dünyasında, yəni əmək bazarında rollar tamamilə 180 dərəcə dəyişir. Burada artıq satıcı sizsiniz, alıcı isə sizin bacarıqlarınıza və təcrübənizə ehtiyacı olan şirkətlərdir. Deməli, belə bir sual yaranır. Şirkətlər niyə işçi axtarır? Cavab, törəmə tələb adlanan bir anlayışda gizlənir. Yəni, bir şirkət sizi sadəcə işə götürmək üçün götürmür. Onların sizin əməyinizə tələbi yalnız və yalnız sizin yaradacağınız məhsula və ya xidmətə bazarda tələb olduğu üçün yaranır. Başqa sözlə, müştərilər olmasa işçilərə də ehtiyac olmaz. Bir şirkətin işə götürmə qərarı əslində çox sadə bir riyazi hesablamaya əsaslanır. Onlar yeni bir işçini o vaxta qədər işə götürürlər ki, həmin işçinin şirkətə gətirdiyi əlavə gəlir, ona ödənilən maaşdan daha çox olsun. Elə ki, növbəti işçinin gətirəcəyi gəlir onun maaşına bərabərləşir, o nöqtədə işə götürmə prosesi dayanır. Bu, mənfəəti maksimuma çatdırmağın qızıl qaydasıdır. Yaxşı, bura qədər hər şey aydındır. Tələb var, təklif var. Amma bir dəqiqə, əgər məsələ bu qədər sadədirsə, niyə bir proqramçı ilə, bir müəllimin ya da bir neft platforması işçisi ilə, bir ofis menecerinin maaşı arasında bu qədər böyük fərq var? İndi gəlin məsələnin ən maraqlı hissəsinə keçək. Real həyatda maaş fərqlərini yaradan amillər. İlk baxışdan mürəkkəb görünən bu sualın arxasında əslində 3 əsas güc dayanır. Bu amillər, gördüyünüz işin riskindən tutmuş, illərlə qazandığınız bilik və təcrübəyə, hətta bazardakı bəzi ədalətsizliklərə qədər hamısı birləşərək sizin yekun maaşınızı formalaşdırır. Gəlin indi bu amillərin hər birinə ayrı-ayrılıqda baxaq. Birinci səbəb kompensasiya edici fərqlərdir. Məsələn, açıq dənizdəki bir neft platformasında işləmək həm təhlükəlidir, həm də ailədən uzaq, çətin şəraitdədir. Təbii ki, insanları belə bir işə cəlb etmək üçün şirkətlər onlara bu çətinlikləri kompensasiya edəcək qədər yüksək maaş təklif etməlidirlər. Bu, bir növ təhlükə bonusu kimidir. Risk və çətinlik artdıqca mükafat da artır. İndi isə gəldik maaş fərqlərini izah edən, bəlkə də ən güclü və ən vacib nəzəriyyəyə – insan kapitalı. Bu nəzəriyyəyə görə sizin təhsiliniz, bacarıqlarınız, təcrübəniz sadəcə bir kağız parçası və ya bioqrafiyanızda bir neçə sətir deyil. Bunlar sizin öz gələcəyinizə etdiyiniz birbaşa maliyyə investisiyasıdır. Bu, həqiqətən də heyrətamiz bir faktdır. Çoxsaylı iqtisadi araşdırmalar təkrar eyni nəticəni göstərir. Orta hesabla hər bir əlavə təhsil ili gələcəkdəki gəlirlərinizi təxminən 10% artırır. Təsəvvür edin, bu təhsilin nə qədər güclü bir iqtisadi alət olduğunu göstərir. Və bilirsiniz, bu investisiyadan ən yüksək gəliri həyatın erkən dövrlərində əldə etmək olur. Çünki uşaqlıqda öyrənilən təməl bacarıqlar, oxumaq, yazmaq, məntiqi düşünmək kimi, gələcəkdə daha mürəkkəb bilikləri mənimsəmək üçün möhkəm bir bünövrə yaradır. Bir sözlə, erkən yaşda öyrənmək, sonraki bütün öyrənmə prosesini asanlaşdırır. Ancaq müasir dünyada çox maraqlı bir tendensiya müşahidə olunur. Bu qrafika diqqət yetirin, 2000-ci ildən sonra sırf akademik, texniki bacarıqların iqtisadi dəyəri bir növ sabitləşib. Bunun əvəzində isə ünsiyyət qurmaq, komandada işləmək, liderlik etmək kimi sosial bacarıqlar getdikcə daha dəyərli olmağa başlayıb və bu bacarıqlara görə ödənilən maaşlar daha sürətlə artır. Yaxşı, razılaşdıq ki, təhsil və bacarıqlar çox dəyərlidir. Amma bu, iqtisadçılar arasında 10 illiklərdir davam edən böyük bir sual yaradır. Diplom niyə bu qədər dəyərlidir? Məktəb bizə həqiqətən də yeni və faydalı bacarıqlar öyrətdiyi üçün, yoxsa sadəcə işə götürənlərə bizim onsuz da ağıllı, çalışqan və nizam-intizamlı olduğumuzu göstərən bir siqnal olduğu üçün?
Baxın, bu iki nəzəriyyə məsələyə tam fərqli tərəfdən yanaşır. İnsan kapitalı nəzəriyyəsi deyir ki, məktəb sizə real dəyər qatır, sizi daha məhsuldar edir. Siqnallaşdırma nəzəriyyəsi isə deyir ki, xeyr, məktəb sizin onsuz da sahib olduğunuz dəyəri, potensialı sadəcə üzə çıxarır və təsdiqləyir. Bir növ keyfiyyət nişanı rolunu oynayır. Bəs yekun qərar nədir? Kim haqlıdır? Müasir iqtisadçılar arasında əldə olunan ümumi razılıq budur ki, əslində həqiqət hər iki nəzəriyyənin ortasındadır. Təhsil həm siqnal rolunu oynayır, həm də real bacarıqlar formalaşdırır. Amma araşdırmalar göstərir ki, təhsilin gətirdiyi gəlirin çox böyük bir hissəsi məhz onun yaratdığı real bilik və məhsuldarlıq artımından qaynaqlanır. Amma gəlin realist olaq. Bu iqtisadi modellər kağız üzərində nə qədər məntiqli görünsə də, real dünya heç də həmişə bu qədər ideal və səliqəli işləmir. Bəzən bazarda nəticələri təhrif edən ciddi problemlər, qüsurlar yaranır. Gəlin indi də onlara bir nəzər salaq. Real həyatda bu ideal iqtisadi modelin qarşısına alan bir çox sürtünmə qüvvəsi var. Məsələn, işsizlik, ayrı seçkilik, namizədlər haqqında tam məlumatın olmaması və ya insanların daha yaxşı iş imkanları üçün başqa şəhərə köçməsinin çətin olması kimi maneələr. Bütün bunlar bazarın hər kəs üçün ədalətli nəticələr verməsinə əngəl ola bilir. Bu bazar qüsurlarından biri də statistik ayrı seçkilikdir. Bu nə deməkdir? Təsəvvür edin, bir işə götürən sizin fərdi bacarıqlarınız haqqında tam məlumata sahib deyil. Bu zaman o, sizin haqqınızda qərar verərkən, sizin aid olduğunuz qrupun, məsələn, məzun olduğunuz universitetin və ya yaşadığınız şəhərin ortalama göstəricilərinə əsaslana bilər. Bu isə o deməkdir ki, siz fərdi olaraq deyil, bir qrupun stereotipi ilə qiymətləndirirsiniz. Və sonda, gəlin bütün bu müzakirələri gələcəyə yönəldən bir sualla bitirək. Süni intellektin və avtomatlaşdırmanın getdikcə daha çox texniki işi əlimizdən aldığı bir dövrdə, sizcə, hansı unikal insani bacarıqlar bizim üçün ən dəyərli, ən əvəz olunmaz olacaq? Bu, üzərində düşünməyə dəyər bir sualdır. Diqqətiniz üçün təşəkkür edirəm.